Mütəmadi olaraq Azərbaycanda polisin qanuni əməllərini zorakılıq kimi qiymətləndirən beynəlxalq təşkilatlar nədənsə Ermənistanda baş verənlərə səssiz qalır. Azərbaycan üçün dırnaq içərisində təəssüflənməkdən və ümid etməkdən yorulmayan Qərbin bu apatiyası onun riyakarlığının bir daha təsdiqləyir. Sülh sazişinə dair açıqlamadan sonra hay-həşir salaraq küçələrə tökülüşən və polisin sərt müdaxiləsi ilə qarşılaşan ermənilər heç qərbdəki beynəlxalq təşkilatlardan da konkret münasibət görmürlər. Doğrudan da dünənə qədər Azərbaycandakı qaragüruh təfəkkürsüzlüyünün hamisi funksiyasında olan, o cümlədən qanun çərçivəsində məsuliyyətə cəlb edilənlərin güya polis zorakılığına məruz qaldığına dair qərəzli bəyanatlar və hesabatlar hazırlayan qərb dairələri Ermənistandakı hadisələrə biganə qalır. Məsələnin mahiyyəti isə eynidir. İkili standartlar və qərəzli yanaşma. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatlar baş verən hər hansı bir hadisəyə də ikili standartlar eynəyindən baxır. Hadisənin mahiyyətinə deyil, onun harada baş verdiyinə baxır və o hadisənin, o radikallığın, o terrorizmin və o zorakılığın harada, hansı ölkədə tətbiq olunmağına baxır. Bunun özü əslində radikalizmi təşviq etməkdir. Qərbin Ermənistandakı ixtişaşlara laqeyd münasibəti həm də müharibə cinayətləri ilə məşhurlaşan canilərə də biganə yanaşdığını göstərir. Mülki əhaliyə qarşı qəddarlıqları ilə tanınan Köçəryan Sarkisyan tandeminin törətdiklərini həmişə sükutla qarşılayan Qərb bu dəfəki etirazların siyasi gündəliyə salınmasında maraqlı deyil. Köçəryan, eləcə də Sarkisyan Azərbaycana qarşı cinayət törətdiklərini dəfələrlə öz əməlləri və bəyanatları ilə sübut ediblər. İstənilən halda bu Qərb dövlətləri öz etiraf Azərbaycan mülki əhalisinə qarşı müharibə cinayətlərini etiraf edən Köçəryan, Sarkisyan, Ohanyan, Balasanyan, Babayan və saymadığımız bir neçə digər ermənilərə qarşı öz münasibətini, onlara qarşı öz fəaliyyətini ortaya qoymalıdır. Beləliklə, hər zaman özünü insan hüquq və azadlıqlarına qarşı dırnaqarası həssas münasibət təqdim etməyə çalışan Qərbdəki bir sıra təşkilatlar bu dəfəki sınaqdan da üzü ağ çıxa bilmədi. Ermənistandakı hadisələr onu göstərdi ki, beynəlxalq təşkilatların qətnamə və qərarlarını dərhal qəbul edərək dogmatizm sərgiləyənlər əslində necə gülüş obyektinə çevrildiklərinin fərqində deyirlər. Elə aksiyalarda cüzi zorakılığa məruz qalan ermənilərin timsah gözyaşları da onların tarix boyu yaratmağa çalışdıkları dırnaqarası məzlum obrazının xüsusiyyətlərindən biridir. Rüstəm Mikayılzadə, Oqtay Qasımov, Lalə Məmmədova, ASTV Xəbər.